Müğənni Aysun İsmailova şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlamalar verib. Sənətçi bildirib ki, nişanlandıqdan qısa müddət sonra üzüyü geri qaytarmaq istəsə də, ailəsinin reaksiyası səbəbindən bu addımı ata bilməyib. Onun sözlərinə görə, həmin vaxt anası Rəqsanə İsmailovanın cəmaət nə deyər düşüncəsi qərarına ciddi təsir edib və bu səbəbdən evlilik qərarı verib. İsmailova əlavə edib ki, anası ilk evliliyinə qarşı olsa da, o yenə də ailə qurmağa qərar verib. Müğənni sonradan bu qərarın düzgün olmadığını anlayıb və o dövrdə daha təcrübəsiz olduğunu etiraf edib. Nişanımızdan bir ay keçməmişdi. Moskvadakı evimizin balaca restoranı da vardı. Orada anamı çağırıb dedim ki, nişanı qaytarmaq istəyirəm. O isə, yox, cəmaata nə deyərik dedi. Elə o andan bu söz beynimə həkk olundu. İndiki düşüncə ilə baxanda anlayıram ki, o vaxt ağlımda deyildim. Hələ uşaq idim. Düşündüm ki, cəmaat nə deyər? Ailə qurmalıyam. Daha sonra anam birinci evliliyimə qarşı olsa da yenə də ərə getdim. Çünki beynimdə cəmaat nə deyər fikri qalmışdı. Mən işləməyi, pul qazanmağı sevən biriyəm. Amma nə vaxta kimi kişiyə siqaret pulu, çörək pulu verməliydim? Bu qədər də olmaz. İnsan yalnız öz rahatlığını düşünürsə, belə münasibət alınmaz. Sənətçi həmçinin münasibətlərdə maddi məsuliyyət mövzusuna da toxunaraq, uzun müddət qarşı tərəfə maddi dəstək göstərməyin düzgün olmadığını vurğulayıb. Onun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.